Dünya çempionatı tarixində ən çox vərəqə görən futbolçular. Mənə 5 lazımdır. Ramos. Ramos ümumiyyətlə dünyada sevilmiş ən çox vərəqə görən futbolçular siyasındadır. Amma dünya Sərt çempionatında yox. oynamağına görürəm. Ox oldu Pepe. Yox, dünya çempionatında yoxdur. Hə, dünya çempionatında o qədər qırmızı sarı kart oynamayıb, kart almayıb. Puyol. Puyol da yoxdur. Biraz onda Barselonadan gedək. Kim var Barselonadan? Xavi inanmıram ki, Iniesta inanmıram. Mascherano. Mascherano var. Messiyanın birinci Birinci pilləsindədir. siyasında odur Mascherano. Argentinada. Çox kartalanan siyasında. Qırmızı vərəqəsi yoxdur. Qırmızı və sarı kartı çoxdur. Daxil olmağına. Yəni iki kartı onda okey. Sarı vərəqə, 7 sarı vərəqə ilə. Onda elə əgər belə gedirik, belə davam ediriksə, o başçını Dünya Kubokundan daha artıq görən adam Zidane. Zinedine Zidane, bəli. Siyanın ikinci pilləsindədir. 12 oyuna 4 sarı, 2 qırmızı vərəqə. Ya, Zidane də elə sərt oynayıb. Ağlıma köhnələrdən gəlir. Çox sərt oynayan yadımda qalıb. Halbuki heç mövqeyi yəni o qədər də futbol belə deyək də hücuma yönəlik də əslində qalsaq. Amma ki kart alma ehtimalı vardı onda. Kafu. Kafu var bəli. Siyanın 3-cü pilləsində məsələ Kafudur. 20 oyuna 6 sarı vərəqə, qırmızı vərəqə görməyib. Məncə 4-5 qaldı. Bu sarı kartlar, qırmızı kartlar hardasa təxmin eləmək. Meksikadan bir oyunçu var. Meksikadan, bir qədər çətindir. Meksikadan ancaq bir izləyicilər də bağışlasın. Chicharito'nu tanıyıram, bir də Ochoa'nu tanıyıram. Onda izləyicilərimizdən soruşaq. İki dənəsi qalıb, hə? Bəli. Birini də tapardım da. Kimdir? Digəri bəs yaxşı, biri Meksikadandır, digəri hardandır? Kamerundan. Alex Song, Yox. Eto. Yox. Bir qədər çətindir, köhnələrə gedir. Köhnələrdən gedirsə tapa bilməyəcəm. Çünki mənim də yaşım azdır. Yaşım az olsa da çək. Mən izləyicilərimizdən deyirəm, soruşaq. Sizcə Siyanın o son iki pilləsində olan 4-cü, 5-ci yerləri kimlər bölüşür? Rəy bilməsində qeyd etməyi unutmayın.